Cəbrailov Rahib Ramiloğlu 12 dekabr 2001-ci ildə Yevlax rayon Quşçu kəndində anadan olub. 2007-ci ildə Quşçu kənd orta məktəbinə gedib. 9-cu sinifi bitirib və 2016-2018-ci illərdə Xaldan kənd tam orta məktəbində 10-11-ci siniflərə oxuyub. 2020-ci ilin əvvəlində hərbi xidmətə gedib. Xidmətini Füzulinin Kür Mahmudlu kəndində yerləşən hərbi hissədə yerinə yetirib. Vətən müharibəsi başlanan ilk gündən döyüşlərdə mərdliklə iştirak edib. Xocavənd uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla şəhid olub. Azərbaycan ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün vətən uğrunda cəsur döyüşçü, Füzulinin azad olmasına görə, Xocavəndin azad olunmasına görə medalları və 3-cü dərəcəli vətənə xidmətə görə ordeni ilə təltif edilir. Yevlax rayon Şəhidlər Xiyabanında dəfn olunub. Məkanı cənnət olsun şəhidimizin.